Hər kəsə salam. Bugün Kristal layihələrində ən çox verilən suallardan birinə cavab tapacağıq. Görəsən, mənim yaşayacağım ev yanğına nə dərəcədə hazırdır? Deyək ki, yanğın baş verdi. Bu zaman kristal prosesi necə tənzimləyər? Yanğın baş verən mərtəbədə və binada nələr olur? Yəni, bütün bu real vəziyyətə ardıcıllıqla baxaq. Binada yanğın qeydə alınan kimi siqnalizasiya sistemi işə düşür və sirenalar səsli xəbərdarlıq edir. Yanğının yeri anında müəyyən edilir. Hər binanın birinci mərtəbəsində yerləşən xüsusi panolar vasitəsilə yanğının dəqiq hansı mərtəbədə baş verdiyi dərhal görünür. Tüstü sovurma sistemi işə düşür. Yanğın olan mərtəbədə güclü tüstü sovurma motorları aktivləşir və yaranan tüstü birbaşa binanın xaricini ötürülür. Adi binalarda tüstü sürətlə yayılarkən, burada axının qarşısı texniki olaraq dərhal alınır. Sulu söndürmə sistemi işləməyə başlayır. Binaların bütün mərtəbələrində su dayaqları mövcuddur və fövqəladə vəziyyət zamanı dərhal istifadə olunması üçün daim hazır vəziyyətdə saxlanılır. Su dayaqları aktivləşərək mərtəbədən asılı olmayaraq birinci mərtəbədə də, 17-ci mərtəbədə də eyni güclə su püskürdür. Bu isə ilk dəqiqələrdən yanğının böyüməsinə imkan vermir. Binaların qaraj hissəsində isə sprinkler sistemi mövcuddur. Bütün bunlardan əlavə mənzillərdə istifadə olunan prizmian elektrik kabelləri yanmayan və tüstülənməyən materialdandır. Bu kabellər qısa qapanmaya davamlıdır. Hətta yandıqda belə zərərli qaz buraxmır. Kristal layihələrində istifadə olunan xarici pəncərələr isə yanğına davamlı alüminium profillərdən hazırlanır və əlavə təhlükəsizlik qatını təmin edir. Hər binada mühafizə məntəqələrində əleyh qaz, külünk və digər təhlükəsizlik vasitələri hazır vəziyyətdə saxlanılır. Mühafizəçilər isə yanğın zamanı ilkin müdaxilə üçün xüsusi təlim keçirlər. Divarlar arasında tətbiq edilən daş yunun izolyasiyalı alovu digər mənzillərə keçməyə qoymur və bu material təxminən 50 ildən çox öz strukturunu itirmir. Kristal layihələrində bütün bu detallar yanğına davamlı materiallardan tutmuş avtomatik sistemlərə qədər yaşayacağın evin təhlükəsizliyi üçün öncədən düşünülüb. Yanğına qarşı tədbirlər görülmüş bir kompleksdə yaşamaq həm rahatlıq, həm də hər gün özünü güvəndə hiss etmək deməkdir. Əgər həm təhlükəsiz, həm keyfiyyətli, həm də dəyəri artan bir məkanda yaşamaq istəyirsənsə, bura məhz sənin üçündür. Daha ətraflı məlumat üçün Ulduz 1544-ə zəng elə və ya sənə yaxın satış ofisinə yaxınlaşa bilərsən. Kanala abunə olmağı unutma. Qarşıda daha maraqlı layihələr var. kristal.az